49. Yazıb ki, bu çevrə. Birinci çevrənin tənliyinə məncə baxaq, çevrənin bir şəklini çəkək. Ha, bu da biraz çaşdırıcı sualda. Bu nə idi? Mərkəzi koordinat başlanğıcında radiusu 4 olan çevrə idi bu. Radiusu 4 olan çevrə. Belə. Bura mərkəzdir və buradan bura 4'dür. Bura mənfi 4'dür, bax belə. İndir A8 0. A8 0 nöqtəsi onsuz da buna aid deyil. X88 verə bilməzsən. Yəni, X8 olduğu nöqtə buna üzərində ola bilməz. Nə edirik? A8 0 nöqtəsi onsuz da buradadır. Deyir ki, A8 0 nöqtəsində hansı buzaq altında görünür? Yəni, buna çəkilən toxuna məncə bir toxunan çəkməliyəm. Bu nöqtədən keçən. Və bu toxunanın baba buraya ilə əmələ gətirdiyi bucağa fikir verməliyəm. Siz necə düşünürsünüz? Bu fikir necədir? Bu toxunanın Yaxşı da aydındır, müəllim. 8 nöqtəsində çəkilmiş toxunanın nöqtəsində hansı buzaq altında görünər? Ya da belə mi çəkəcək? Onsuz da o nədirsə, onun 2 qatı da eynisi altda olar da. Mən bunu çəkərəm, buranın radius olduğunu çünki bilirəm, radius toxunana perpendikulyardır. Bura 4'dür. Buradan burada nədir? 8'dir. Onda bu buzaq neçə dərəcə olar? 30. Onda biz buradan da çəkə bilərik də. Onda bura neçə dərəcə olacaq? 60. 2 dənə toxunan çəkə bilərik. Anladın? Orası ilə adam yolladı. Bir dənə toxunan yox, oradan 2 dənə toxunan çəkə bilərsin çevrəyə. Variantda da 30 var. Çevrəsi bu nöqtəsindən hansı bucaq altında görünər? Bu nöqtəsindən çevrə hansı bucaq altında görünür? 60. Onu 30 götürənlər olar ha. Mən onu deyirəm ki, elə yüksək imtahanı 30 götürər. Maraqlı sual.